Mən Azərbaycan Xalq Parlamentinə uğurlar arzu edək və mən yenə deyirəm, mən sizdən xahiş edirəm. Allahın köməkliyi ilə qabaqdan seçkilər gəlir. Gəlin namizədliyinizi verin. Gəlin tarixə düşmə kişilər. Tarixə düşmək istəmirsiniz? Bax, keçən ilki şeylərdən, lentlərdən mən paylaşıram. Keçən ilki namizədlərdən, keçən ilki deputat olanlar, siyahıları falanları, məsələn, komissiya üzvləri falanlar, hamısı şeydən sabahlarda ki, 100 ildən sonra bizim balalarımız, bizim nəvələrimiz paylaşanda, mənim babam da buradadır, baxın. Kişilər, yəni bizim əlimizə İlham Əliyev imkan verir. Yəni o nöqteyi nəzərdən deyirəm, gəlin fəallaşın, gəlin bu gördünüz, başdan başlayanda o qızı gördünüz, dedi ki, mən istəmirəm, İlham Əliyev rədd olsun, geçsin. Gəlin dostlar, vətənimizi İlham Əliyev vəbasından xilas edək. Azərbaycan Xalq Parlamentinə millət vəkili olmaq üçün namizədliyinizi verin.